Herkese salam, kanalımıza hoş geldiniz. Ümid edirəm hər şey yaxşıdır, hər şey yolundadır. Bugün dünən izlədiyiniz videonun devamıdır kızlar. İkinci bir video başlattım. O video çok uzun alınırdı diye iki hissəyə bölmüş oldum. İndi yemək hazırlayıram. Şükür, bacınız depresiyadan çıxdı, təmizliyini etdi. Bugün bizim abedimizdə göbələk qovurması olacaq. Bol yağ soğan etmişəm. Bol yağ soğan edirəm, qovururam. Burada göbələyimizi almışıq. İndi bunu birlikdə yeyək, yeməyimizi hazırlayaq. Yeməyi bişirəndən sonra saçını boya vuracaq. Bacımın burada şampun kimi olan boyası var. Hələ xəbəri yoxdur, bu videoda eşidəcək. Boyası var. Boya almadım düzü. Ondan yoxlayacağım. Çünki bir neçə xanımlar dedi ki, yorumlarda yazdı ki, qara rəng vur, sənə çox yarışacaq. Həvən mən həyatımda birinci dəfə qara rəng vuracağım izləyicilərimin istəyi ilə. Görək həqiqətən yaraşacaq ya yox. Amma bu qara rəngi vurandan sonra o saçı açmaq biraz çətin olur. Çətin olsa da sizin sözünüzdən çıxmayacağım. Bu dəfə göbələyin qabığını soymayacağım, körpədir deyə. Tavamızı işə saldıq. Bugün yeməyimizi bunda hazırlayacağıq. Hələ qablarımı da yerləşdirməmişəm. Yeməyimi asım. Bişməyə başlayanda qablarımı yerləşdirərəm. Yəni bişməyə başlayanda deyərkən göbələyi zat doğrayım. Gecikmişəm abed. Biraz gecikib bizdə. Qismət zəng eləmişdi. Depresiyadan çıxdım mı deyir. Yemək var mı deyir, gəlin mi? Demirəm yaxın işləyir. Bizim evə yaxın işləyir deyə peşkom gedib gələ bilir. Dedim gəl depresiyadan çıxmışam da. Cinlərin deyir dağıldı mı? Cinlərin dağıldı qızlar. Belə bu cür 4 böləcəm. Çox xırda-xırda etməyəcəm. Əvvəllər göbələyin qabığını soyurdum, amma bu çox körpədir deyə soymaq istəmirəm. Mən həm soyub bişirmişəm, həm soymadan bişirmişəm. Belə bu cür. Biri də getdi. Belə bu cür 4 bölüb belə bişirəcəm. Yine elimden düştü. Keçən videolarımda bir izləyici yazmışdı ki, mən də xoşlayıram. Göbələyin nə cür bişirirsən elə o cürünü xoşlayıram. Xoşlayanlar var, sevməyənlər də var, yəni göbələk yeməyini, amma bizdə sevilir. Mən bunu bişirəndə elə bilirəm, kənd çolpasını qovururam. Yəni elə qoxusu qəşəng gəlir. Bol yağ soğanda qovuranda. Bir də nəyə deyəcəkdim? Axılıma gəlmişkən. Bir də gördüm, Nərgizin axılından çıxdı deyə bilmədim. Yorumlarda cavablamışdım o yorumları. Amma buradan da səsləndirim. Bir neçə izləyicilərim bacımı soruşurlar ki, videolarında görsənmir. Görsənəndə maraqlı videolar alınır. Bacım işləyir xanımlar. Ona görə görsənə bilmir. Nə zaman xadnoy götürsə, o zaman sizlərlə birlikdə olacaq inşallah. Bu aralar çox işləyir. İşə ehtiyacı var. Ona görə xadnoy 10 günə yaxındır götürmür. Xadnoy götürəndə görərsiniz.
Biraz alışveriş etmeye gidesiyim. Yüngül varı. Evin ihtiyaçlarını geyib alasıyım. Bugün görüm. Vaxt yetsəm gideceğim. Birdən elə nastrenam olur. Hər yer istəyirəm gedəm çatam. Birdən də üstümdə elə bir ağırlıq olur, bir yük olur. Heç nə istəmirəm edəm. Ya akşam yoldaşım gələndə deyərəm, böyük mağruma gedə yoldan alır. Azalıbdır, bir iki şey var, azalıbdır, onları alasıyım. Soğanı biraz artıq qovurdum, elə bil ki, bəzi yerlərini. Başım kartoşkaya qarışdı. Hər kəs dağılışdı işinə, gücünə. Mən isə indi saçıma boya vururam qızlar. Sizlərlə birlikdə vuracağım. Boya budur. Bizim burada ancaq bu satılır. Bir bu rəngi, qara rəng, bir də bunun kariçev rəngi. Kariçev rəng, o mən videoda da qeyd etmişdim ki, tam ürəyim istəyən kimi kariçev olmur. Belə açıq rəngi olur. Elə rəngdə mən istəmirəm. İndi bu şampun bacımındır. Məni görsə, saçımı bir-bir yolacaq. Zarafat edirəm. Bacım, mən fərqi yoxdur bizdə. Nədir, buradan nələr çıxır? Nələr? Hə, əlcəkləri var. Qulaqçığı var. Bu belə göstərirəm. Baxın, ilk öncə saçımı göstərirəm. Görün necə də ağarıb bacınızın saçı. İndi bu şampundan vuracağım. Görün mənim bu ağaran saçlarımı qaraldacaq mən. Bir də ki, birinci saçın dibini ısladırıq, ondan sonra vururuq. Elə bilirəm mən. Saçın dibini nəmləndirirsən, ondan sonra vurursan. Bir 5-10 dəqiqədə gözləyirsən, ondan sonra gedib yuyursan. Zapas da var imiş. Nədir? Yəqin bacım görüb bunu. Bu nədir? Bilmirəm. Salam verir. Hələ işin Nədir salam? Yaxşıyam aşkım. Qan verirsən. Hə, boyalıyorum. Ay ma. Canım ama. Sən o saçını buradan kəstirə bilərsən. Görsən mi, nə deyir mənə? Deyir saçını buradan kəstir. Vallahi elə çox gözəl. Elə miydim? Hələ qoy saçımı boyalandırım da nə?
Qoysan biraz da uzana. Yok, Maya'dan hiç hoşuma gelmedi. Elon prическа sen nergizliği verir. Hə? Elon prическа sen nergizliği verir. Valla. Düz mü deyirsən? Ağız bu qapqaradır. Temiz kapkara olsun ama olmaz mı? Boy balam, saçım qapqara olacaq. Yaxşıdır özü. Neyse qara olsa limon at. Rənginə baxın. Təzə-təzə belə döydü. Nətər şampunda, ya Allah. Fərqim oldu boya ilə şampunun. Ali, ki mən bu zakolkamı çıxart görməli, bu nədir? Qaralar mı, qaralmır mı? Hələ bir əsər əlamət yox. Mən gedim hamam otağında təmiz şampunluyum, qoyum eləcə qalsın. 5-10 dəqiqə. Ondan sonra nəticəni sizlərlə bölüşəcəm. Bölümün ikinci hissəsi. Nətər oldu xanımlar? Qara rəng mənə getdi, getmədi. Gəncləşərsən demişdi izləyicilərim. Qara rəng boya vur demişdi. Saçımı yudum, qurutdum. Fensiz qurutduram. Mən belə hava isti olanda, evin içi isti olanda fen vurmuram. Qurutdum. İndi belə topuz yığdım. Baxın, belə görsənir. Bacınız belə görsənir. Açıq qoyanda belə kirpi kimi olur başım. Ukladka etməmişəm. Ukladka edib sizlər üçün elə çəkib paylaşarım. Amma belə bu cür izləyin. Yorumlarınızı gözləyirəm. Yazarsınız. Qara rəng açdı sifətimi, açmadı. Nə bilim, deyirdilər ki, koriçvi rənglər elə bir ki, 40-42 yaşından sonra göstərir. Amma qara rəng gənc göstərir insanı. Bacım da neçə dəfə deyirdi mənə ki, Nərgiz həmişə qara rəng insanı gənc göstərir. O, pastayanla qara qoyurdu. İndi bu şampun kimi olan boyadan alıbdı, ondan qoyurdu. Amma çox hasandıymış. Gedib indi səhər, Allah qoysa, mən də özüm üçün alacağım. Allah qoysa deyirəm, ya səhər, ya o biri günü. Gedib özüm üçün alacağım. Bu bacımın boyasıydı, bayaq dediyim kimi. Görsə, saçlarımı yolacaq. Belə, Ali, de görün bura. Yaraşdı mı bu rəng mənə? Oy ayal, elə bir çatxuda adamsın. Ali xan, mamana nətər yaraşdı bu rəng? Elə gözəl. Elə gözəl. Gözəlmi? Siz daha gözəlsiniz, eləmi? Yox deysəniz. Belə qızlar, rəngimi də göstərdim. İndi gedim, işimi gücümü görüm. Nə görəcəm, nə edəcəm, hələ bilmirəm. Amma bir işlər görəcəm, boş durmayacağım. Gecə-gecə yollarda qaldım yenə. Başım qarışdı, elə bilmişəm çörək var, çörək yox imiş. İndi gedib görüm qalıb, qalmayıb. Yenə bu xeyir maşının altında qalmışdı. Melis get evə. Gəlmə, get deyirəm. Gəlmə. Ay Melis, gəlmə. Gəlmə, Melis, gəlmə. Gəlmə, mənlə gəlmə. Gir evə. Gəlmə. Melis. Ay Melis. Get evə. Melis. Qız. Gir evə. Səslənmə, gir. Buna bax, buna. Məni yolun ortasında gözləyənə. Hə qız? Ay Melis. Ay Melis. Yüzün küpüsü. Nədir? Yeri. Tez git. Yola çıxma qız. Gəl tez evə. Hələ çöldə saxlayıram evin içinə. İcazə yoxdur bu xanıma.
Özünün evi var, çöldə yatır. Qorxdun mu? Gəl. Dədə baba supu. Biraz makaron vurdum, biraz kartoşkadır, biberdir, pomidordur. Ətsiz dədə baba supu. Su damcıları olub. Bunlar da belə. Mənim oğlum da telefondan əl çəkmir. Zaretkin edir. Zaretkin. Çoban salatı. 40 ildə bir dəfə kleylə oynayırdım. O da əlimə üzümə bulaşdırdım. Barmaqlarımın ikisi də biri-birinə yapışıb qalmışdı. Zorla açmışam. Səhər çay dəmləyəndə çaynekin krışqası, baxın bu hissədən qopdu. Rezin qarışıqlı qopdu. Qismətə dedim, bunu nətər düzəldə bilərik? Ancaq dedi kleyləmək. İş yerindən axşam kley gətirdi, kleyləməyə. Mənə dedi, əlini vurma. Güya köməklik edirəm. Baxın, buraya da kley vurmuşam, bir damcı getmədi. Güya köməklik edirəm. Barmaqlarıma dəydi, yapışdı, qaldı. Belə zorla açmışam. İsti su ilə açdım. Niyə görmür? Belə isti su ilə açdım. Bu da belə ağardı, elə bil bişib, ütələnib. Mən daxırı yudum, bunu da belə qoymuşam. Suyu dərilsin, səhərətən o cür dursun, kleyin qoxusu gəlməsin. Bir damcı su düşür buraya. Belə qalsın. Çaynikin üstünə də belə rozetka qoymuşam. Nə qədər çəkdim, çəkmədim bilmirəm. Montaj edən də biləcəm. Bugün bununla idarə edin. Belə xanımlar, işimizi gücümüzü gördük. Bir günün axarına gəlib çatdıq. Artıq saat 12-dir. Hər kəs öz yerindədir. Mən hələ çıxa bilmirəm bu mətbəxdən. Buladığımız qablarımız yudum. Səliqə səhmana saldım. Bir dənə kirli qab qoymamışam. Polu da yenə sildim. İndi gedirəm. Mən də yatmağa, dincəlməyə. Burada sizlərlə sağollaşım. Sağ olun, sağlıqla qalın, Allaha əmanət olun. Gecə olduğuna görə gecəniz xeyrə qalsın deyəcəm. Amma siz bunu mütləq günüz izləyəsiniz, Allah qoysa. Günüz elə bir ki, Azərbaycan saatıyla abiddə 13:00-da paylaşıram. Bax, saatı yadınızdan çıxartmayın. 13:00-da Nərgizin videosu gəlir. Bəzən gecikdirmələr olur, yüklənmə çətin olanda elə gecikdirmələr olur. Amma standart olaraq 14, bizim saatdan 14:00-da, Azərbaycan saatından 13:00-da videolarım yayında olacaq. Öpürəm hər birinizi, sağ olun, gecəniz xeyrə qalsın.